Ümumiyyətlə, məktəbəqədər təhsilə cəlb olunma prosesi hazırda Xalidə xanım 38,2% təşkil edir. Bu faiz nisbətinin belə deyək də 40%-ə də hələ çatmır. Bunun belə deyək, kifayət qədər qənaətbəxş olmasının əsas səbəbləri nədir? Əsas səbəblərdən danışaq. Ümumiyyətlə, gəlin götürək ki, bugün məktəbəqədər təhsil müəssisəsi deyəndə bu anlayışın altına nələr girir? Ümumiyyətlə, bu təhsil müəssisəsi təkcə bağça nəzərdə tutulmur. Burada alternativ həddindən çox məsələlər, kifayət qədər müəssisələr var ki, bunların hamısı məktəbəqədər təhsil haqqında qanunda, 17-ci ildə təsdiq olunmuş qanunda öz əksini tapmışdı ki, alternativ hansı müəssisələr var ki, bunlar da məktəbəqədər təhsil müəssisəsinin daxildir. Bizim hal-hazırki 38%-ə baxsaq və biz görəcəyik ki, hal-hazırda 38%-ə çatması elə o alternativ vasitələrin köməyi iləndir. Çünki biz bilirik ki, postsovet məkanından bu yana, yəni postsovet dağıldıqdan sonra, yəni yeni bağçaların tikintisi o qədər də, yəni aktiv formada olmayıb, varsa da çox az saydadır və bilirsiniz ki, Qarabağ müharibəsi zamanı orada dağılmış bağçalar və yaxud da həmin müharibə vaxtı qaçqın köçkünlərin bağçalarda yerləşdirilməsi, bir çox bağçaların belə deyək də bu formada, yəni onlara yaşayış məkanına çevrilməsi halında bağçaların sayı azaldı və ikinci bir məsələ də var idi ki, bundan başqa bağçalar özəlləşdirilməyə çıxarılmışdı. 280-a yaxın bağça səhv eləmirəmsə, 220 ya 280 dəqiq rəqəmlərdə səhv eləyə bilərəm. Bağçalar özəlləşməyə çıxarıldı müəyyən müddətdə ki, burada da hardasa 86-ya yaxın bağça özəlləşməyə getdi və o bağçalarda tam tipi uyğun, tam tipli tipovoid belə deyirlər də bağçalar idi ki, bu həyət yanı sahəsi olan, binaları olan, tam bağçaya uyğun tikilmiş bağçalar ki, Bakı şəhərində olan ən böyük bağçalar özəlləşməyə getdi və bağçalar söküldü. Əslində qanunvericilikdə də var idi ki, o bağçalar 3 il mütləq öz fəaliyyətini davam elətdirməli idi. Ondan sonra onu özəlləşdirən şəxslər onu hansısa fəaliyyətini dəyişə bilərdilər. 3 il əlbəttə ki, ya bağçanı bağladı bir çoxu, ya fəaliyyət göstərdi, daha sonra söktü və yerində ya göydələnlər tikildi, ya belə deyək də, şəhərimizin gözəlləşməsi üçün müxtəlif müəssisələr tikildi. Ola bilər və bu da əlbəttə ki, bu sayın azalmasına gəlib çıxardı və bu 16%-ə düşdü. 16% çox böyük bir rəqəmdir. Yəni nəyə görə? Azlığına görə böyük rəqəmdir, mənfi olaraq böyük rəqəmdir. Çünki 80% uşaq qaldı kənarda. Və bu uşaqların getməyə müəssisəsi olmadı və bugünkü gün üçündə ölkədə bu qədər, yəni 80% uşağı yerləşdirmək üçün bağça tikintisi sərf eləmir. Çünki 2 hektara qədər yer lazımdır. Bakı şəhərində ümumiyyətlə mümkün deyil bunu eləmək. Çünki ərazi baxımından Bakı şəhərində bu qədər torpaq sahəsi yoxdur. Yəni belə deyək də, bağçalarla bağlı olan qanunlar Bakı şəhəri üçün kifayət qədər əlverişli deyil. Bəli, məsələn 171 saylı sənəd var ki, bu bağçaların, təkcə bağçalar yox, ümumiyyətlə tikinti, təhsil müəssisələrinin tikintisinə, gigiyenasına, təşkilinə, sanitar gigiyenik qaydalarına uyğun sənəddir ki, bu sənədə görə, yəni ümumiyyətlə biz hal-hazırda Bakı şəhərində özəl bağça, bu sənədin tipi bir dənə mən bağça tanıyıram ki, bu sənədin 80% yerinə yetirir. Hələ o da 100% yox ha, 80%. 80% yerinə yetirir, bir dənə bağça tanıyıram. Yəni onda digər bağça, özəl bağça adı altında fəaliyyət göstərən müəssisələr MMC olaraq fəaliyyət göstərir. Mən, yəni yox, lisenziyaları var, ancaq axı prezidentimizin də sərəncamı var ki, bu və layihə gedir, proqram gedir ki, hal-hazırda bilirsiniz, təhsil inkişaf strategiya proqramı da var ki, bu proqrama əsasən 90%-ə çatdırılmalıdır 2027-ci ilə qədər uşaqların məktəbəqədər təhsil sahəsində belə deyək də cəlb olunmasına. Cəlb olunması üçün. Və biz bunun üçün Nazirlik bir çox alternativ versiyalara müraciət edir ki, bu alternativlərin içərisində icma əsaslı qruplardır, məktəbə hazırlıq qruplarıdır məktəblərin nəzdində və hal-hazırda yeni qərarla məktəbdən kənar müəssisələrin içərisində məktəbə hazırlıq qruplarının açılması və günü uzadılmış qayğı mərkəzləri və bir çox alternativ yollara baş vururlar ki, ailə əsaslı bağça ki, uşaqların sayını artırsın. Çünki həmin sənədlə lisenziya alınması həqiqətən, yəni şəxsən mən bir bağça təsis eləyən və yaxud da bağça quran biri kimi konkret olaraq deyirəm ki, əgər %100 o qanunlar, orada qanunda yazılan, çərçivədə yazılan məsələlər yerinə yetirirsə, bağça açmaq mümkün deyil. Çünki
Bunların hamısını yerinə yetirmək, ona görə də baxın, bağçaya lisenziya verən 2-3 tərəf var. Bir İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi. Təhsil Nazirliyinin tikinti idarəsidir, Keyfiyyətə Təminat Agentliyidir və Təhsil Nazirliyinin təhsil şöbəsi. Bu 4 qurum tərəfindən və sonda lisenziyanı verir İqtisadiyyat Nazirliyi. Bu 4 qurum, fərqli qurum, Təhsil Nazirliyinin tərkibində olsa belə fərqli qurum gəlir lisenziyaya baxmaq üçün. Və bu qurumlar bu vəziyyəti anlayır və mümkün bütün təhlükəsizlik qaydalarına riayət olunmuş, yəni uşaq təhlükəsizliyini qoruyan, uşağın gigiyenik qaydalarına riayət eləyən mümkün məsələləri yerinə yetirmiş, yəni həqiqətən real olan məsələləri yerinə yetirmiş bağçalar lisenziya verir. Bu artıq bilirsiniz necə? Biz o tərəfə, yəni sahibkarlara axı şey verilməlidir ki, bu faizi qaldıra bilək. Sahibkar milyonlarla xərci qoyub sonra 300 manata bağça açıb işlətə bilməz axı. Əslində Xalidə xanım, verilişin ilk dəqiqələrindən etibarən kifayət qədər vacib, mühüm olan məqamlara aydınlıq gətirirsiniz. Düşünürəm ki, bu bir çox hazırda elə övladını bağçalara göndərmək istəyən valideynləri də maraqlandıran ən əsas məlumatlardır. Ümumiyyətlə, pulsuz xidmət var da, dövlət bağçalarında pulsuz xidmət olduğu halda valideynlər niyə görə özəl bağçalara üz tuturlar? Burada dövlət bağçaları ilə biz özəl bağçalarını müqayisə etsək, kifayət qədər keyfiyyət fərqi görərik, yoxsa buna bir imic məsələsi olaraq yanaşırlar? Əmrah bəy. İlk öncə hər birinizə salamlayıram. Xalidə xanım çox həssas nöqtələrə toxundu, əsas məsələlərə toxundu. Birinci, bizim cəmiyyətdə mən hər zaman demişəm, biraz populyarlaşma var, məşhurlaşma meyilli var ki, qoy mənim uşağım dövlət bağçasında yox, özəl bağçasında oxusun. Bu birinci məsələdir. İkinci məsələ odur ki, özəl bağçalarda elə əsas bu məsələyə diqqət yetirək ki, bir uşağın xərci Xalidə xanımın sözünə qüvvət 300 manat ola bilməz. Yəni bu mümkün deyil, bir aylıq xərci ya o yeməyindən kəsəcək, ya oradakı hər hansısa bir nə bilim daxili bir invertardan kəsəcək, nələrdənsə kəsəcək, ən əsası bilirsiniz nədən kəsəcək? Kadrdan kəsəcək. O kadr ki, biri məsələn özəl bağçalara vakansiya elan olur. Biri rus dili bilir, ingilis dili bilir, gedir özəl bağçada müəllim kimi işləyir. Bunun qanunvericilik buna birinci icazə vermir. Ali və orta ixtisaslı şəxs orada işləyə bilər bağçada. Məktəbə qədər bəli, məktəbə qədər təhsili ha. Yəni mən gedib məsələn idarə etməni bitirmişəm, gəlib bağçada işləyə bilmərəm. O ixtisası, yəni ixtisaslı kadr orada işləyə bilər. Yaxşı, bəs o dediyiniz məqama nəzarət mexanizmi necədir? Təəssüf ilə qeyd edirəm ki, özəl bağçalara hal-hazırda müəyyən bir nəzarət mexanizmi olmadığına görə belə hallar yaşanmaqdadır. Çünki qurum lisenziyanı verir və özəl bağçaya o lisenziya alandan sonra heç bir mexanizm yoxdur. Elə özəl bağçalar var, 2 ildir, 3 ildir işləyir. Birdən görürsünüz, sosial mediada paylaşır ki, biz lisenziyamızı aldıq. Bəs yaxşı, sən 2-3 il necə işləmirsən? Əsas məsələ yəni həqiqətən bu vəziyyətlər var. Mexanizm, yəni yavaş-yavaş bu mexanizm yaranır necə? Bilirsiniz də, bu indi uşaqlar qeydiyyata almadı, müəllimlərin qeydiyyata alma. Bu sistem artıq özəl bağçalarda nazirlik üçün bu sistemi yerləşdirir. Prosta sadəcə olaraq bütün bağçalar bu fəaliyyətə qoşulmurlar, ancaq yavaş-yavaş bu məcburiyyətə keçir. Burada mexanizm yaranmalıdır, ancaq bu çox uzun müddətli bir şeydir. Yəni nazirlik hələ dövlət bağçalarını nəzarətini tamamlayıb bitirməyib, 10 il dövlət bağçaları icra hakimiyyətlərinin tərkibində olub və bura nazirlik qapısını belə açıb girə bilməyib. Yəni kifayət qədər zaman alacaq və kifayət qədər əsaslı işlərin görülməsi. İlkin versiyada da necə alacaq? Biz artıq bu ilin payız aylarında əsas məsələni görəcəyik ki, məktəbə qədər təhsil müəssisələrində çalışanların sertifikasiya prosesi başlayacaq. O prosesdə görəcəksiniz ki, bəlkə də mən 50%-dən yuxarı mən güman edirəm ki, kəsilənlər olacaq o birinci mərhələdə. Əsas məsələ də nədir? Xalidə xanım düz deyir. İcra hakimiyyətlərinin vaxtı ikən bu bağçalar nəzarətində olub, kimi gəldi işə götürüblər, birini tanışlıqla, birini pulla və s. Yəni belə hallar olub deyə, ona görə də nazirlik buna müəyyən bir nəzarət eləyə bilməyib. Baxın, bu səsləndirdiyiniz fikirlər bugünkü gün cəmiyyətdə dövlət bağçalarına etimadı azaldır deyə bilərikmi Nilufər xanım? Hər birinizi xoş gördük əvvəla və ekspertlərin fikirlərini əlavə olaraq bildirmək istəyirəm ki, biz birinci növbədə siz orada qeyd etdiniz dövlət və özəl müqayisəsindən. Mən bir uşaq inkişaf mütəxəssisi olaraq mənim üçün lisenziya və s-dən öncə uşağın təhlükəsiz bir mühitdə olmasıdır. Başa düşürsünüz? Lisenziya ilə onu verir. Baxın, Nilufər xanım, lisenziya ilə onu verir. Bəs lisenziyada birinci qaydalar sırf tikinti, yəni tikinti nədir? Gigiyena və sanitar qaydalar. Onu kənara yəni konkret olan uşaq təhlükəsizliyi mühitinin yaradılmasıdır.